Salam, xoş gördük sizi, hörmətli müəllimlər. Bugün biz sizinlə yazı bacarıqlarının şagirdlər formalaşdırılması üçün istifadə olunan strategiyalardan danışacağıq. Dinləyib anlama, danışma, oxu və yazı bacarıqları dilin formalaşdırdığı nitq bacarıqlarıdır. Dinləyib anlama və oxu informasiyanın qəbul edilməsinə, danışma və yazı informasiyanın ötürülməsinə xidmət edir. Fikrin yazılı şəkildə ötürülməsi şifahi şəkildə ötürülməsindən daha çətindir. Çünki şifahi nitqdə fikri müşayiət edən intonasiya, jest və mimika vardır. Ona görə yazılı nitqdə sözlərin düzgün işlədilməsi, fikrin ifadəsi üçün cümlə strukturlarından, durğu işarələrindən məqsədə uyğun istifadə edilməsi vacibdir. Yazı bacarığının formalaşdırılması şagirdlərin gələcək karyeraları üçün də böyük əhəmiyyət daşıyır. Çünki işdə müxtəlif iş yazışmaları, sənədlərin tərtib olunması prosesi baş verir ki, bu zaman yazı bacarığı olmadan keyfiyyətli nəticəyə çatmaq çətin olur. Bəs şagirdlərdə yazı bacarığını inkişaf etdirmək üçün hansı strategiyalar daha səmərəlidir? Əvvəlcə gəlin yazı bacarıqları üçün vacib olan vərdişlərdən danışaq. Söz ehtiyatının zənginliyi və sözlərin kontekstə uyğun işlədilməsi. Şagirdlərdə leksik bazanı zənginləşdirmək üçün onları mütaliə etməyə yönəltmək lazımdır. Mütaliə deyəndə yalnız bədii əsərlərin oxusu deyil, həm də müxtəlif elmi publisistik məqalələrin, informasiyaların oxusu nəzərdə tutulur. Şagirdləri araşdırmağa yönəltmək də informasiyanın oxunması kimi qəbul edilir. Oxu zamanı şagirdlərin diqqətini sözlərin kontekstual mənalarına yönəltmək, nitqdə sözün effektiv işlədilməsinə səbəb olur. Sözün mənasını oxuyub anlayan şagird yazarkən də sözdən məqsədə uyğun istifadə edə bilir. İkinci bacarıq cümlənin strukturundan düzgün istifadə etməkdir. Yazı bacarığını inkişaf etdirmək üçün şagirdlər quruluşca, məqsəd və intonasiyaya görə cümlənin hansı növləri olduğunu bilməli və ən əsası bu cümlələrin hansı məqsədlə, hansı formada və hansı kontekstdə işlədilməsinin uyğunluğu haqqında məlumatlı olmalıdırlar. Həmçinin şagirdlər bilməlidirlər ki, hansı fikri hansı strukturlu cümlə formasına təqdim etsələr daha səmərəli olar. Bunun üçün şagirdlərə eyni fikri həm sadə, həm mürəkkəb cümlə şəklində verməyi öyrətmək lazımdır ki, ehtiyac yaranarsa cümlənin strukturunu dəyişə bilsinlər. Bundan əlavə, hansı auditoriya üçün hansı cümlə strukturunun daha uyğun olduğunu müəyyənləşdirməyi də şagirdlərə öyrətməliyik. Bu, onlara fikirlərini yazılı şəkildə daha səmərəli ifadə etməyə kömək edəcək. Yazı bacarığı üçün daha bir lazım olan bacarıq oxuyub anlamanın inkişaf etdirilməsidir. Oxuyub anlama və yazı bir-biri ilə sıx bağlı olan fəaliyyətlərdir. Belə bir fikir var, çox oxumayan yaxşı yaza bilməz. Biz artıq mütaliənin söz ehtiyatının artırılması ilə nə qədər sıx bağlı olduğu haqqında danışdıq. Amma bundan əlavə oxuduğunu anlamaq, interpretasiya etmək, mətnə tənqidi yanaşmaq, nəticə çıxarmaq kimi fəaliyyətlər də çox vacibdir. Şagirdin fikri nə qədər aydın olarsa, o qədər də aydın və anlaşılan yazar. Növbəti bacarıq dil qaydalarını effektiv istifadə etməkdir. Qrammatika dilin müəyyən qaydalara tabe olan sistemidir. Cümlənin düzgün qurulması, şəkilçilərin, köməkçi nitq hissələrinin və s. düzgün istifadə olunması üçün müəyyən qrammatik məlumatlara malik olmaq lazımdır. Yazan şəxs qrammatikadan səmərəli istifadə edəndə fikrin oxucuya daha aydın çatmasına və oxucuda lazımi emosional təsirin formalaşdırılmasına nail olur. Orfoqrafiya və punktuasiya. Yazının orfoqrafik cəhətdən düzgün yazılması da çox vacibdir. Bu, sözlərin düzgün oxunmasına və anlaşılmasına xidmət edir. Durğu işarələrinin düzgün istifadəsi isə yazılı informasiyanın düzgün anlaşılması ilə nəticələnir. Bunun üçün hər durğu işarəsinin nəyə xidmət etdiyini bilmək lazımdır. Həmçinin nəzərə almaq lazımdır ki, durğu işarələri yazıda müəllifin fikrinin çatdırılmasına xidmət etdiyi üçün onları funksiyasına uyğun olaraq standart olmayan vəziyyətlərdə də istifadə etmək mümkündür. Məsələn, mübtədadan sonra vergülün qoyulması kimi situasiyalarda. Əsas məsələ odur ki, durğu işarələrindən elə istifadə olunsun ki, oxucu yazını doğru anlaya bilsin. Qeyd etmək lazımdır ki, müəllimlər bu bacarıqları və vərdişləri formalaşdırmaq üçün müxtəlif strategiyalardan istifadə etməlidirlər.
Şagirdlərə müxtəlif yazı növlərində yazmağı öyrədin. Bu ən vacib strategiyadır. İstənilən mətn müəyyən bir məqsədlə yazılır. İnformasiya vermək, hadisəni nəql etmək, mühakimə yürütmək, fikri əsaslandırmaq, təlimat vermək, qarşı tərəfi inandırmaq və s. Müxtəlif məqsədlərlə yazılan hər yazının hər birinin öz üslubu var. Üslub deyərkən yalnız ədəbi dilin funksional üslubları yox, mətni tərtib edərkən sözlərdən necə istifadə etmək, cümlə strukturunu necə qurmaq və s. nəzərdə tutulur. Şagirdləri üslubların və yazıların xüsusiyyətləri, mətnin strukturu, tərtib edilmə qaydaları ilə tanış etmək lazımdır. Hər gün şagirdlərə bir abzaslıq da olsa yazı yazmağı tapşırmaq lazımdır. Yazı yazmasan, yazmağı öyrənə bilməzsən. Yazı mövzuları isə gündəlik həyatdan, real situasiyalardan götürülməlidir. Məsələn, bir neçə nümunəni təqdim edək. Məktəbin direktoruna elə inandırıcı məktub yazın ki, o tənəffüslərə müddətin artırılmasına icazə versin və ya planlaşılan tədbirə gəlmələri üçün gələnləri maraqlandıran mətn tərtib edin və yaxud keçirilmiş tədbir haqqında qəzetə məqalə yazın. Hər hansı bir oyunu oynamaq üçün təlimat xarakterli mətn yazın. Hər hansı bir yeməyə hazırlamaq üçün resept yazın. Hekayəni oxuyandan sonra obraza münasibət bildirin və ya obrazın hərəkətlərini təhlil edin. Adətən şagirdlər sinifdə öyrəndiklərinin yalnız bu fənnə aid olduğunu düşünürlər. Mövzuların həyatdan götürülməsi şagirdlərə yazı bacarığının həyatda nə qədər vacib olduğunu bir daha vurğulanmış olur. Növbəti strategiya şagirdləri yazdıqları yazını ucadan oxumağa sövq etməkdir. Şagird mətni ucadan oxuyanda durğu işarələrinin, cümlə strukturlarının nə dərəcədə mətnə aydınlıq gətirdiyini eşidir. Cümlələri dəfələrlə ucadan oxumaq, özünü oxucunun yerinə qoymaq yazının çatışmazlığını müəyyənləşdirməyə kömək edir. Abzasda və ya cümlədə sözlərin bir-biri ilə necə uyğunlaşdığına, hansı fikri necə ötürdüyünə də diqqət yetirmək lazımdır. Daha bir strategiya gündəliyin tutulmasıdır. Şagirdləri hər gün yaşadıkları hadisələri bir gündəliyə yazmağa sövq edin. Daha bir strategiya şagirdləri birgə yazı yazmağa sövq etməkdir. Bunun üçün siz qruplarla və ya cütlərlə iş formasından istifadə edə bilərsiniz. Lövhədə bir cümlə yazıb, onun davamının şagirdlər tərəfindən davam etdirilməsini istəyə bilərsiniz. Bu, şagirdlərə başqasının fikrini duymaq, ona uyğun informasiyanı tamamlamaq kimi mühüm bacarığın formalaşdırılmasına kömək edəcək. Əziz müəllimlər, unutmayaq ki, məktəb şagirdlərdə onlara lazım olan həyati bacarıqlar formalaşdırır. Yazı bacarığı isə bu bacarıqların ən mühümlərindən biridir. Ona görə gəlin şagirdlərimizə gələcəkdə karyera qurmaları və peşəkar fəaliyyətlərində irəliləmələri üçün zəmin yaradaq. Təşəkkür edirəm.